ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış Milli İnkişaf Xətti bu gün onun siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, güclü iradəsi və məqsədyönlü fəaliyyəti sayəsində ardıcıl şəkildə həyata keçirilir. Müasir dövrdə mövcud olan qlobal siyasi və iqtisadi reallıqlar nəzərə alınmaqla icra olunan bu siyasət ölkədə davamlı iqtisadi artımın təmin edilməsinə, əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edir. Nəticə etibarilə dövlət həyatının bütün sahələrində yenilənmə və inkişaf prosesi geniş vüsət almış, mühüm sosial-iqtisadi nailiyyətlər əldə olunmuşdur. Ölkənin sosial-iqtisadi tərəqqisinin əsas göstəricilərindən biri olan avtomobil yolları təsərrüfatında müşahidə edilən əsaslı dəyişikliklər və qazanılan uğurlar da məhz bu düşünülmüş dövlət siyasətinin nəticəsidir. Ulu öndərin müəyyən etdiyi strateji istiqaməti zamanın tələblərinə uyğun şəkildə inkişaf etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində yol təsərrüfatında ardıcıl, sistemli və kompleks tədbirlərin icrası sürətlənmiş, bu sahədə davamlı inkişaf təmin edilmişdir. Azərbaycanda əldə olunan ümumi sosial-iqtisadi inkişaf avtomobil yolları şəbəkəsinin yenilənməsinə və yol infrastrukturunun müasir tələblər səviyyəsində qurulmasına güclü təkan vermişdir. Magistral avtomobil yollarının genişləndirilməsi, respublika və yerli əhəmiyyətli yolların tikintisi və əsaslı təmiri istiqamətində mühüm layihələr icra olunur, bu sahəyə böyük həcmdə və davamlı investisiyalar yönəldilir. Görülən işlər nəticəsində yol infrastrukturu əhəmiyyətli dərəcədə təkmilləşdirilir, beynəlxalq standartlara uyğunlaşdırılır, yol qovşaqları və körpülər inşa edilir və bərpa olunur. ...2015-ci il ərzində uzunluğu 213,3 km respublika əhəmiyyətli, 167,5 km yerli əhəmiyyətli və 144,1 km Bakı şəhər yolları olmaqla ümumilikdə 524,9 km yol tikilmiş, yenidən qurulmuş və təmir olunmuşdur. Ümumi istifadədə olan avtomobil yollarında 12 yeni avtomobil körpüsü tikilmiş, ikisi təmir edilmişdir. Bakı şəhərində isə bir yol ötürücüsü, 2 tunel, 9 piyada keçidi tikilərək istismara verilmişdir. Eyni zamanda 2015-ci ildə 1-ci Avropa oyunlarına hazırlıqla bağlı Bakı şəhərində 32 km uzunluğunda yeni yol tikilmişdir. 2016-cı il ərzində 29 rayon və şəhər ərazisində uzunluğu 880 km olan 21 avtomobil yolunun tikintisi, Bakı şəhərində və onun qəsəbələrində isə prospekt və küçələrin, həmçinin 7 qəsəbələrarası avtomobil yollarının tikintisi və yenidən qurulması işləri icra olunur. Qeyd olunan il ərzində respublikamızın ümumi istifadədə olan avtomobil yollarında 14 yeni avtomobil körpüsü tikilib, 8-i təmir edilib. Bundan başqa 6 piyada keçidi tikilib, biri isə təmir edilib. 2016-cı il ərzində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 21 dəfə avtomobil yolu və yol qurğularının açılış, təməl qoyma və tanışlıq mərasimlərində iştirak edib. 2017-ci il ərzində agentlik tərəfindən uzunluğu 1335,1 km olan, ümumi istifadədə olan avtomobil yolları, Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları, prospekt və küçələri tikilib, yenidən qurulub və təmir olunub. ...2017-ci ildə ümumilikdə Respublikanın 34 rayonunda 68 layihə, o cümlədən 14 Respublika əhəmiyyətli, 42 kəndlər arası avtomobil yolu yenidən qurulub, 15 yeni körpü tikilib, 9-u isə təmir edilib. Bundan başqa Bakı şəhərinin 10 qəsəbələr arası avtomobil yolu, 1 körpü və 3 yeraltı piyada keçidinin tikintisi, 2 körpünün yenidən qurulması işləri başa çatdırılıb. Bura, Pirallahı qəsəbəsini sahillə birləşdirən 422 metr uzunluğunda yeni körpünün tikintisi də daxildir. Prezident İlham Əliyev ümumilikdə il ərzində 36 dəfə avtomobil yolu və yol qurğularının açılış, təməl qoyma və tanışlıq mərasimlərində iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi tərəfindən 2018-ci il ərzində uzunluğu 2042,3 km olan, ümumi istifadədə olan avtomobil yolları, Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları, prospekt və küçələri tikilmiş, yenidən qurulmuş və təmir olunmuşdur.
Ümumilikdə Respublikanın 54 rayonunda, Bakı və Sumqayıt şəhərlərində 90 layihə başa çatıb. Bura 10 Respublika əhəmiyyətli 64 kəndlərarası avtomobil yolu, 33 körpü, 29 yol ötürücüsü, 4 tunel, həmçinin Bakı şəhərinin 11 qəsəbələr arası və 2 ümumşəhər əhəmiyyətli avtomobil yolu layihələri, 2 körpü və 1 avtomobil tunelinin tikintisi işləri daxildir. Avtomobil yolları üzərində 10 körpü isə təmir edilmişdir. 2016-2017-ci illər ərzində yol təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş proqramlar çərçivəsində aparılmış işlər nəticəsində birinci texniki dərəcəli avtomobil yollarının uzunluğu 2015-ci ildə 461 km təşkil edirdisə, 1 yanvar 2018-ci il tarixinə 324,9 km artaraq 785,9 km oldu. Prezident İlham Əliyev ümumilikdə il ərzində 40 dəfə avtomobil yolu və yol qurğularının açılış, təməl qoyma və tanışlıq mərasimlərində iştirak etmişdir. 2019-cu il ərzində agentlik tərəfindən 1376,6 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub. Ümumilikdə il ərzində 54 layihə, o cümlədən 5 Respublika əhəmiyyətli, 39 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri icra edilmişdir. Avtomobil yollarında 14 yeni körpü tikilib, 17 qəzalı vəziyyətə düşmüş körpü bərpa edilib, 7 yeraltı və 6 yerüstü piyada keçidində təmir işləri aparılıb. Avtomobil yolları məqsədli büdcə fondu vəsaiti hesabına uzunluğu 43,8 km olan 3 Respublika əhəmiyyətli, uzunluğu 79,3 km olan 13 kəndlərarası avtomobil yolu layihəsi, habelə uzunluğu 197,6 km olan Bakı şəhərinin yollarının tikintisi, yenidən qurulması və təmir işləri yerinə yetirilib. Prezident İlham Əliyev 2019-cu il ərzində 19 dəfə avtomobil yolu və yol qurğularının açılış mərasimlərində, habelə təqdimatında iştirak edib, öz dəyərli tövsiyə və tapşırıqlarını verib. 2020-ci il sentyabrın 27-sində Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə haqq mübarizəsinə qalxdı. Mübarizə ordumuz tərəfindən 44 gün davam edən və Qarabağımızda daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Ermənistanın 30 il ərzində yaratdığı ordu sadəcə 44 gün tab gətirdi və beləliklə dünya ictimaiyyətində Ermənistan ordusu haqqında yaranan yenilməzlik mifi puç oldu. Azərbaycan xalqı öz liderinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. İşğaldan azad edilmiş ərazilərdə agentliyin mülkiyyətində olan 2661 km uzunluğunda avtomobil yolu və 90 körpü də var idi. Azərbaycanın tarix qələbəsindən sonra uzun illər baxımsız vəziyyətdə olan bu avtomobil yolları və körpülərinin hamısının dövlətimiz tərəfindən tərtib edilən sosial-iqtisadi inkişaf proqramlarına uyğun olaraq yenidən tikinti və bərpasına başlanıldı.
Vətən müharibəsi davam etdiyi bir zamanda Müzəffər Ali Baş Komandan Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndi işğaldan azad edilən kimi uzunluğu 29 km olan Tərtər çaylı Suqovuşan Talış avtomobil yolunun bərpası tapşırığını verdi. Bu tapşırıq qısa müddət ərzində dekabrın ayının 20-sində yerinə yetirildi. 9 metr enində asfalt beton örtüyü olan çox gözəl bir avtomobil yolu inşa edildi. Ümumilikdə agentlik tərəfindən 2020-ci il ərzində 1385,3 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunmuşdur. 2020-ci il ərzində 27 avtomobil yolu layihəsinin icrası yekunlaşdırıldı. Ümumilikdə 20 yeni körpü tikildi, 3 körpü təmir edildi, 2 avtomobil tuneli inşa edildi, 1 yeni metal dəmir yolu yol ötürücüsü və 9 piyada keçidi tikilərək əhalinin istifadəsinə verildi. Bundan əlavə avtomobil yolları məqsədli büdcə fondu vəsaiti hesabına uzunluğu 12,3 km olan respublika əhəmiyyətli, uzunluğu 50,9 km olan kəndlərarası avtomobil yolu layihəsi, habelə uzunluğu 84,7 km olan Bakı şəhər yollarının tikintisi, yenidən qurulması və təmir işləri yerinə yetirildi. Prezident İlham Əliyev ümumilikdə il ərzində 35 dəfə avtomobil yolu və yol qurğularının açılış və təqdimat mərasimlərində iştirak etdi. 2021-ci ildə Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq Vətən müharibəsi dövründə avtomobil yollarına və yol qurğularına dəymiş ziyanın aradan qaldırılması məqsədilə Goranboy rayonunda 17,7 km, Daşkəsən rayonunda 1,5 km, Naftalan şəhərində 16 km, Tərtər rayonunda 9 km olmaqla ümumilikdə 44,2 km asfalt beton örtüklü avtomobil yolu və 2 körpü bərpa edilmişdi. Agentlik tərəfindən 2021-ci il ərzində ümumi uzunluğu 1516,3 km təşkil edən 15 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri davam etdirilmişdi. Söz gedən yol infrastrukturu layihələrindən ən qürurvericisi Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin və 1-ci xanım Mehriban Əliyevanın 2020-ci il noyabr ayının 16-sında Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı təməli atılmış Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərini işğaldan azad edərkən rəşadətli ordumuzun istifadə etdiyi Zəfər yolunun tikintisi idi. Uzunluğu 101 km, 2 hərəkət zolaqlı olan Zəfər yolu olduqca çətin dağlıq meşəli ərazidən keçməsinə baxmayaraq, tikintisi 10 ay ərzində başa çatdırılaraq 2021-ci il noyabr ayının 7-sində möhtərəm cənab Prezidentin iştirakı ilə açılış mərasimi keçilərək istifadəyə verilmişdir. Ümumilikdə, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2021-ci il ərzində 728,3 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunmuşdur. İl ərzində uzunluğu 207,4 km təşkil edən 12 avtomobil yolu layihəsinin və 10 yeni körpünün tikintisi başa çatdırılmış, uzunluğu 167 km təşkil edən 5 layihə üzrə işlər isə davam etdirilmişdir. Bakı şəhəri üzrə 174,9 km uzunluğunda şəhər və qəsəbə daxili yolların yenidən qurulması işləri də başa çatdırılmışdır. Şəki, Yevlax, Ucar, Zərdab, Ağcabədi rayonlarında 61,7 km uzunluğunda 10 kənd yolunun, Şamaxıda 45,4 km, Naftalan şəhərində 16,9 km uzunluğunda daxili yolların yenidən qurulması işləri başa çatdırılmışdır. 2022-ci il ərzində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası işləri çərçivəsində ümumi uzunluğu 2241,5 km təşkil edən 19 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri davam etdirilmişdir. 2022-ci ilin sentyabr ayında Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun tikintisi başa çatmışdır. Yeni tikilmiş yoldan ermənilərin istifadə etmələri məqsədi ilə sərhəddə Həkəri çayı üzərində yeni körpü tikilmiş, körpüdən keçməklə Ermənistan ərazisində 5,4 km uzunluğunda yeni avtomobil yolu da inşa edilərək istifadəyə verilmişdir.
Uzunluğu 23 km təşkil edən Tərtər çaylı su qovuşan Talış və 22 km olan Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yollarının tikintisi 2022-ci ildə başa çatdırılmışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi tərəfindən 2022-ci il ərzində 803,5 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunmuşdur. Hesabat dövrü ərzində avtomobil yollarında 4 körpü təmir edilmiş, 5 yerüstü piyada keçidinin tikintisi başa çatdırılmışdır. 2020-2021-ci illərdə yenidən qurulmasına başlanılmış, ümumi uzunluğu 191 km olan və 35 yaşayış məntəqəsini birləşdirən 5, habelə Hesabat ilində ümumi uzunluğu 111,5 km olan və 32 yaşayış məntəqəsini birləşdirən 9 kəndlərarası avtomobil yolları layihələrinin icrası başa çatdırılmışdı. Bakı şəhəri üzrə bir avtomobil yolu və 124 şəhər əhəmiyyətli, habelə qəsəbə daxili yolların yenidən qurulması işləri də başa çatdırılmışdı. Cənab Prezident İlham Əliyev ümumilikdə 2022-ci il ərzində 13 dəfə avtomobil yolu və yol qurğularının açılışı və təqdimatı mərasimlərində iştirak etmiş, öz dəyərli tövsiyə və tapşırıqlarını vermişdir. 2023-cü il ərzində agentlik tərəfindən 881,7 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunmuşdur. Hesabat ilində 7 yerüstü piyada keçidinin tikintisi də başa çatdırılmışdı. Bundan başqa, Xaçmaz və Astara rayonları ərazisində qəzalı vəziyyətə düşmüş 3 körpü bərpa edilərək əhalinin istifadəsinə verilmişdi. Prezident İlham Əliyevin iştirakı ilə 2023-cü il may ayının 5-də işğaldan azad edilmiş ərazilərimizdə icra olunan mühüm yol infrastrukturu layihələrindən olan 12 km uzunluğa malik Füzuli-Hadrut, dekabr ayının 24-də isə uzunluğu 44,5 km təşkil edən Bərdə-Ağdam avtomobil yollarının açılışlarında iştirak etmişdir. Ümumilikdə il ərzində Prezident 15 dəfə avtomobil yollarının yol qurğularının açılışı, təməl qoyma və işlərin gedişi ilə tanışlıq mərasimlərində iştirak etmişdir. Azərbaycanda ilk dəfə olaraq 2023-cü ildə ödənişli yeni avtomobil yolu istifadəyə verildi. 2017-ci ilin dekabrında Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq Rusiya sərhədinədək uzanır. 150 km olan yol birinci texniki dərəcəyə uyğun inşa edilib və sözgedən magistralın 129 kilometrlik hissəsi ödənişli yol kimi müəyyənləşdirilib. Prezident İlham Əliyev oktyabrın 20-sində Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib. 2024-cü il ərzində 460,1 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunmuşdur. Hesabat ilində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar olaraq 9 yol ötürücüsündən ibarət Koroğlu yol qovşağının təmiri, Bakı Olimpiya Stadionu ərazisində 2 yol ötürücüsünün, Ekselsior Mehmanxanası dairəsindəki və Heydər Əliyev prospekti ilə Xətai prospektini birləşdirən yol ötürücülərinin təmiri, Bakı Olimpiya Stadionu ərazisində bir yerüstü piyada keçidinin inşası, Böyükşor gölünün sağ tərəfində yeni parklanma yerinin tikintisi və Dövlət Bayraq Meydanı ərazisində hidravlik baryerlərin quraşdırılması işləri də uğurla yerinə yetirilmişdir. Sözgedən tədbirə hazırlıqla bağlı uzunluğu 12,7 km təşkil edən 6 hərəkət zolaqlı Böyükşor-Pirşağı şəhər əhəmiyyətli magistral avtomobil yolunun tikintisi başa çatdırılaraq Prezident İlham Əliyevin iştirakı ilə noyabr ayının 7-sində açılışı keçirilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2024-cü il ərzində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası işləri çərçivəsində ümumi uzunluğu 3382,6 km təşkil edən 45 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri davam etdirilmişdir. Hesabat ilində işğaldan azad edilmiş ərazilərdə agentlik tərəfindən ümumi uzunluğu 315,9 km təşkil edən 6 avtomobil yolunun tam, birinin isə tikintisi qismən başa çatdırılmışdır. Bundan əlavə 55,8 km olan Laçın şəhərinin küçə və yolları asfalt beton örtük tikilməklə bərpa edilmişdir.
2024-cü il ərzində işğaldan azad edilmiş ərazilərdə əhalinin köçürülməsi qrafikinə əsasən agentlik tərəfindən 7 şəhərin Şuşa, Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Kəlbəcər və Cəbrayıl şəhərlərinin daxili yollarının layihələndirilməsi və tikinti işləri davam etdirilmişdir. Agentlik tərəfindən 2025-ci il ərzində 440,7 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunmuşdur. Yerli əhəmiyyətli yolların 72,8 km-lik hissəsini Zəngilan, Qubadlı və Laçın rayonları ərazisində sərhəd xətti boyu hərbi əhəmiyyətli avtomobil yolları təşkil edir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2015-2025-ci illər ərzində ümumilikdə 10.826,9 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunmuşdur. Ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 129 yeni körpü, 40 yol ötürücüsü, 8 avtomobil tuneli, 52 yeraltı və yerüstü piyada keçidi tikilmiş, 53 körpüdə təmir işləri aparılmışdır. Cənab Prezident İlham Əliyev 2015-2025-ci illər ərzində 228 dəfə avtomobil yolu və yol qurğularının açılış, təməl qoyma və tanışlıq mərasimlərində iştirak edərək öz dəyərli tövsiyə və tapşırıqlarını vermişdir. Məlum olduğu kimi, milli prioritetə çevrilən azad olunmuş torpaqlarımızın bərpası çərçivəsində icra olunan infrastruktur layihələrinin mühüm qismi Qarabağ və Şərqi Zəngəzurda avtomobil yollarının bərpasını əhatə edir. Olduqca qürurvericidir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət başçısının qarşıya qoyduğu vəzifələr vaxtında və keyfiyyətlə icra edilir. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair birinci dövlət proqramının icrasına dair tədbirlər planında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-2026-cı illər ərzində 20 avtomobil yolu layihəsinin və Laçın rayonunda beynəlxalq hava limanının tikintisi ilə əlaqədar qazma, partlatma və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Böyük qayıdışa dair birinci dövlət proqramı çərçivəsində artıq 312 km uzunluğa malik 7 layihənin tikintisi başa çatdırılıb. Bu, Zəfər yolu, Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu, Tərtər çaylı su qovuşan Talış, Talış-Tapqaraqoyunlu Qaşaltı, Füzuli-Hadrut, Bərdə-Ağdam və Əhmədbəyli Füzuli-Şuşa avtomobil yollarıdır. Ümumi uzunluğu 39,7 km olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun isə 24,2 km-lik hissəsinin açılış mərasimi keçirilib. Tədbirlər planına uyğun olaraq ümumi uzunluğu 1885 km olan qalan 14 layihənin icrasının ayrılan vəsaitdən asılı olaraq 2026-cı ilədək başa çatdırılması nəzərdə tutulub. Bu, Ağdam-Füzuli, Qubadlı, Mahmudlu, Yazdüzü, Ermənistan sərhədi, Toğanalı, Kəlbəcər, İstisu, Horadi, Cəbrayıl, Zəngilan, Ağbənd avtomobil yolları, İran İslam Respublikası ilə bağlantı yolu və Araz çayı üzərində körpülərin layihələndirilməsi və tikintisi işləri, Laçın rayonunda hava limanı tikintisi ilə əlaqədar qazma, partlatma və torpaq işləri, Kəlbəcər-Laçın, Xudafərin, Qubadlı-Laçın, Şükürbəyli, Cəbrayıl-Hadrut avtomobil yolları, Kəlbəcər-Laçın və Daşkəsən rayonları ərazisində müxtəlif təyinatlı strateji əhəmiyyətli yol infrastrukturunun tikintisi, Ağdam şəhərinin daxili yollarının bərpası, Qubadlı-İvazlı, Hadrut-Tux Azıq, Ağdam-Hindar-Ağcabədi avtomobil yollarıdır. Böyük qayıdışa dair birinci dövlət proqramından əlavə 2023-cü ildə Cənab Prezidentin sərəncamları ilə daha 3 layihənin icrası agentliyə tapşırılıb. Bu, ümumi uzunluğu 166,6 km olan Laçın şəhərinin daxili yollarının tikintisi, Xudafərin Qubadlı-Laçın avtomobil yolunun 33-cü kilometrliyindən başlayan yeni Qubadlı-Laçın avtomobil yolunun tikintisi və Horadi-Zəngilan avtomobil yolunun əsaslı təmiridir. Müzəffər ordumuz tərəfindən 2023-cü ildə aparılan bir günlük uğurlu antiterror əməliyyatından sonra Cənab Prezidentin sərəncamları ilə agentlik tərəfindən tamamilə azad edilmiş ərazilərdə daha 7 avtomobil yolunun yenidən qurulması və tikintisi işlərinə başlanıldı və hazırda da davam etdirilir. Bu, ümumi uzunluqları 501 km olan Suqovuşan, Sərsəng su anbarı, Qozlu körpü, Kəlbəcər, Ağdərə-Ağdam, Əskəran, Tərtər-Ağdərə, Xankəndi, Şuşa-Laçın və Əskəran-Xocalı Xankəndi avtomobil yolları, həmçinin Zəngilan, Qubadlı və Laçın rayonları ərazisində müxtəlif təyinatlı strateji əhəmiyyətli avtomobil yollarıdır.
Köç qrafikına uyğun olaraq Şuşa, Qubadlı, Zəngilan, Kəlbəcər, Cəbrayıl, Füzuli və Xankəndi şəhərləri olmaqla 7 şəhər daxili avtomobil yollarının, həmçinin 24 kəndə aparan avtomobil yollarının və İsa Bulağı istirahət kompleksinə gedən yolun tikintisi də agentlik tərəfindən aparılır. Ümumilikdə agentliyimiz tərəfindən işğaldan azad olunmuş ərazilərdə müxtəlif proqramlara uyğun olaraq ümumi uzunluğu 3720,5 km təşkil edən 64 adda avtomobil yollarının tikintisi və bir hava limanı tikintisi layihəsi icra edilir. Qeyd olunan proqram və sərəncamlara uyğun olaraq agentlik tərəfindən indiyədək ümumi uzunluğu 1338,4 km təşkil edən 17 avtomobil yolunun tam, bir layihənin isə qismən tikintisi başa çatdırılıb. Avtomobil yolları üzərində ümumi uzunluğu 70,9 km olan 47 tunelin, ümumi uzunluğu 9581,6 pagon metr olan 447 körpünün, 3871 pagon metr olan 16 viaduqun tikintisi aparılır. Ümumi uzunluğu 66,9 km olan 37 tuneldə qazma işləri başa çatdırılmış, uzunluğu 13,6 km olan 7 tunel istifadəyə verilmişdir. Ümumi uzunluğu 8839,1 pagon metr olan 392 körpünün və uzunluğu 1965 pagon metr olan 9 viaduqun tikintisi başa çatdırılıb. Respublika, yerli, şəhər, kənd daxili, qəsəbə daxili və hərbi təyinatlı yollar üzrə başa çatan layihələri nəzərə alaraq ümumi işlərin 36% icra olunub. Yol təsərrüfatının sistemli və hərtərəfli inkişafına xüsusi diqqət və qayğı Ulu Öndərin inkişaf strategiyasının uğurlu davamçısı möhtərəm cənab Prezident İlham Əliyevin fəaliyyətində də mühüm yer tutur. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən ötən müddət Azərbaycan tarixinə sürətli inkişaf dövrü kimi daxil olub. Respublikanın avtomobil yol təsərrüfatında olan daimi diqqətin nəticəsidir ki, İsveçrənin Ümumdünya İqtisadi Forum Beynəlxalq Təşkilatının avtomobil yollarının vəziyyətinə dair hesabatına əsasən Azərbaycan MDB məkanında ən yüksək nəticə göstərib. Birinci yer. Asiya qitəsində 10-cu, ümumilikdə 141 ölkə arasında isə dünyada 24-cü yerdə qərarlaşmışıq. Fərəhlə bildiririk ki, işğaldan azad edilmiş ərazilərdə yeni tikilən, uzunluğu 81,7 km təşkil edən Əhmədbəyli Füzuli Şuşa 1-ci texniki dərəcəyə uyğun layihələndirilərək tikilən avtomobil yolu Beynəlxalq Yol Federasiyası tərəfindən Dünya İnnovativ İnşaat Metodologiyası nominasiyası üzrə qalib elan edilərək mükafatlandırılmışdır. Bu gün Azərbaycan sosial-iqtisadi inkişaf dinamikasına görə beynəlxalq miqyasda ön sıralarda yer alan ölkələrdən biridir. Yol infrastrukturunun formalaşdırılması və davamlı şəkildə inkişaf etdirilməsi isə dövlət siyasətinin əsas istiqamətlərindən hesab olunur. Ölkəmizin hərtərəfli inkişafı fonunda avtomobil yollarının salınması, əsaslı təmiri və yenidən qurulması sahəsində görülən işlərin miqyası ildən ilə genişlənməkdədir. Qarabağ və Şərqi Zəngəzur bölgəsində həyata keçirilən çoxsaylı yol layihələri bunun bariz nümunəsidir və azad olunmuş ərazilərdə bu istiqamətli işlərin gələcəkdə daha da intensiv xarakter alacağı şübhəsizdir. Bu proses yol təsərrüfatında çalışan mütəxəssislərin qarşısında yeni və məsuliyyətli vəzifələr müəyyənləşdirib. Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə üzrə uğurla icra edilən və qürur doğuran layihələrin əsas icraçı qurumu kimi tanınır. Dövlət başçısı avtomobil yolları şəbəkəsinin yenilənməsi və müasir tələblərə uyğunlaşdırılması məsələlərinə xüsusi önəm verir. Bu sahədə görülən işlərin gedişini daim diqqətdə saxlayır və şəxsən nəzarət edir. Şübhə yoxdur ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin əsas məqsədi ümummilli liderin müəyyən etdiyi inkişaf xəttini yaşatmaq, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasət kursuna dəstək vermək və onun davamlılığını təmin etməkdir. İnkişaf və tərəqqiyə aparan yolumuz daim açıq, gələcəyimiz isə işıqlı olsun.